Deməli, bir gün ümumi fonetikanın bəzi qaydalarını baxacağıq ümumi olaraq, təkrar olaraq. Deməli, fonetika danışıq səslərindən bəhs edən Azərbaycan dilinin bölməsidir, dilcilik bölməsidir. Danışıq səsləri deyəndə iki danışıq səsinə nəzərdə tutulur. Saitlər və samitlər. Nədir saitlər, nədir samitlər? Saitlərin növləri var. Məsələn, dilin üfüqi vəziyyətinə görə qalın və incə, dilin şamili vəziyyətinə görə qapalı və açıq, sonra dodaqların vəziyyətinə görə dodaqlanan, dodaqlanmayan samitlər iki yerə bölünür, kar və cingiltili. Bunlara toxunmaq istəmirəm. Bunlar onsuz ki, yəni çox sadə bir şeylərdir və bunları onsuz ki bilmiş olmalısınız ki, bunlara toxunmamalıyam əslində mən. İndi gələk bunların ümumi nə deməkdir? Yəni məzmunu nədir, məğzı nədir? Deməli, saitlər musiqili səslərdir. Amma samitlər musiqisiz səslərdir. Samitlər küylü olur. Küylü olur və avazlı olur. Sait səslər sadəcə avazdan ibarətdir. Amma samit səslər həm avaz olur, həm də küy olur. Ekstra olaraq burada. Amma sırf avazdan ibarət deyil. Cingiltili samitlər həm avaz, həm küyün birləşməsindən yaranır. Kar samitlər sadəcə küydəndir. Sadəcə avazdan ibarət olan yalnız və yalnız saitlərdir. Yəni samitlər sadəcə avazdan ibarət deyil. Yəni küy də olur onlarda, belə deyil. Sonra saitlər heyecanı yaratma funksiyası var. Necə? Məsələn, ana sözü. Xətim çox qəşəngdir. Ana sözünü eşidən saitlər iki dənə. Deməli, bu söz iki heyecalıdır. Amma ki, samitlər heyecanı formalaşdırmaq funksiyası daşıyır. Nə deməkdir heyecanı formalaşdırmaq? Burada, məsələn, samit olmasa, söz iki heyecalıdır, amma mənası yoxdur. Yəni, məzmunsuz bir şeydir. Sadəcə, yəni, məna kəsb eləmir də, belə deyib. Samitlər heyecanı formalaşdırmaq funksiyası daşıyır. Heyecanın növləri var. Örtülü, örtüsüz, açıq, qapalı, saf heyecan. Bunlar samitin iştirakına görədir. Məsələn, heç bir samit iştirak eləmirsə həmin heyecada, həmin heyecan adlanır saf heyecan. Məsələn, ana. Ana sözündə a ayrılır, na ikinci heyecadır. Na saf heyecan deyil, amma a təkcə saitdən ibarət deyil, saf heyecandır. Bu isə çox da lazım deyil heyecan növləri belə. Sadəcə ümumi bilin. Sait uzun tələffüz olunur saitdə. Məsələn, nə deyək? Təbii söz olsun. Yazmaq. Təbii sözünü təsəvvür edək ki, bu i'dir, ü'yə oxşuyur. Məsələn, təbii sözündə burada saitin biri düşəcək, biri uzun tələffüz olunacaq. Qoşu nöqtə qoyulacaq, uzun tələffüzü bildirəcək. Saitlər yəni uzun tələffüz olunurlar, amma samitlər uzun tələffüz olunma funksiyası yoxdur. Sonra qırmızıya keçirim. Saitlər maneəsiz səslərdir. Maneə olmur. Məsələn, saitin tələffüzündə a, b, a, e, ə və s. Maneəyə rast gəlmirlər. Amma samitlərin tələffüzündə bir maneə olur. Saitlər samitlərdən digər fərqləndirmə xüsusiyyəti nədir? Əgər aranızda sait və samiti fərqləndirə bilməyən varsa əgər, məsələn, deyirəm ki, a. Necə a oldu? Neysə. Məsələn, a deyirəm. A saitini istədiyim qədər uzada bilərəm də. Uzada bilərəm, düzdür. İndi b deyirəm. B. Uzadım b deyəndə, məsələn, deyirəm uzadıram da b. B-ni uzadanda uzanan nə olur? Oradakı e. Yəni b-nın özü uzanmır. İkincisi də ki, saitlər tək bir səsdən ibarət olur. Məsələn, a-da deyəndə bir dənə a-dır da hamısı. Amma samitləri deyəndə iki dənə olur. Bu bir də e. Yəni onun təxmini yadda saxlama qaydasıdır. Yəni bu qayda deyil. Yəni o samiti deyə bilməsi iki dənə səsdən ibarətdir. Sadəcə elə ümumi bir yadda saxlamaq kimi bir şey olsun ki, samitdə iki dənə səs olur. Məsələn, t deyirəm, məsələn, t deyilmir, t deyilir. Məsələn, t deyirəm. İki dənədir. Və yaxud da d iki dənədir. Bu elə belə yəni yadda saxlamaq üçün sizə.
Balaca bir şey olsun. Aramızda bilmem sahte və samiti fərqləndə bilməyənlər ola bilər bəlkə. Ona görə. Sonra indi bunu niyə danışdım? Sahit və samit arasındakı fərqi bilməkdən ötürü. Məsələn, bəzən sualda sizə verə bilər ki, sahit və samitin fərqi nədir və yaxud da hansı səslər uzun tələffüz olunur, hansı səslər maneəsiz olur və s. Bunu fərqləndirməyə kömək edir. Nəsə, bəzi kiçik qaydaları deyim, ondan sonra keçim o biri qaydanı izah edeyim. Deməli, bəzi sözlər var ki, nərə, əyan, bəzən, bir də dava sözləri. Deməli, bu sözlərdə uzanmasına görə mənası dəyişir. Necə? Məsələn, mən bu sözləri uzatsam, tamam fərqli məna verir. Uzatmasam, tamam fərqli məna verir. Nərə sözü uzatmasam, nərə balıq növüdür. Nərə deyə uzatsam, Koroğlunun nərəsi var, yəni o mənanı bildirir. Əyan sözü, əyan eləmək deyəndə, bəyan eləmək mənasındadır, uzatmasam. Amma uzatsam əgər əyan. Əyan sarayda şaha yaxın bir insana deyilir. Bəzən, bəzənmək feilidir, uzatmasam. Amma uzatsam bəzən. Yəni hərdən bir mənasında. Dava sözü. Dava. Nədir? Dərman mənasında. Amma bir də deyirəm ki, məsələn, dava eləyirəm. Burada artıq uzatdım. Uzatmaya görə mənası dəyişən sözlər. İndi sonra heca hesab söhbət sözləridir ki, bu sözlərdə uzanma yoxdur. Hər hansı bir uzanmadan söhbət gedə bilməz. İndi keçək o bir qayda. Deməli, uzanma hadisəsi, uzanma deməyim də, tələffüz hadisəsindən danışacağıq. Nədir? Deməli, birincisi, sahitlərin tələffüzünə baxaq. Sahitlər iki cür olur. Bir, qoşa sahitli sözlər. Bir də qoşa olmayan sahitlər, yəni normal bildiyimiz sahitlər. Yəni tək sahitlər. Qoşa sahitli sözlərin tələffüzü necə olur? Qoşa sahitli sözlər özü də iki yerə bölünür. Biri eyni cinsli olur, bir də müxtəlif cinsli olur. İndi fərqi nədir bunların? Eyni cinsli sahitlərdə, məsələn, AA, sonra məsələn, EE, II və s. şəklində olur. Müxtəlif cinslilərdə də, məsələn, deyirəm, AE və yaxud da EA və s. də bu formada ola bilər. İndi bunun, belə deyim, tələffüzləri necə olacaq, ona baxaq. Deməli, eyni cinslilərdə, məsələn, saat inşaat sözlərini aid edə bilərik. İndi təbiidir və digər sözlər də var. Həm yəni A-la ola bilər, həm digərləri. Amma daha çox A sahitinin qoşa sahitliliyinə rast gəlmək olur. Nəsə, deməli, saat sözündə əgər iki dənə qoşa sahit varsa sözdə, ikincisi düşəcək və birincisi uzun tələffüz olunacaq. Yenə deyirəm, ikincisi düşəcək, birincisi uzun tələffüz olunacaq. Qayda budur. Əgər eyni cinsli sahit varsa, amma sahitdən söhbət gedirsə, samitdə biz bunu görməyəcəyik. Əgər eyni cinsli sahitdən söhbət gedirsə, onda deməli, biri uzanacaq, digəri isə düşəcək. İndi var müxtəlif cinsli. Müxtəlif cinslilərdə mən nə görəcəm? Müxtəlif cinslilərdə bəzi sahit qoşalıqlar var ki, sırf onlarda dəyişiklik olacaq. AI, sonra I, A, I, bir də I, O. Deməli, bunlarda təkcə bunlarda, başqalarında yox, sadəcə bunlarda Y samiti əlavə olunacaq tərkiblərinə. Məsələn, deyirəm, təbiət olacaq təbiyyət şəklində və yaxud da radio olacaq radio şəklində. Məsələn, radio sözünün tələffüzü olacaq radio şəklində. Daha mən burada deməyəcəm ki, uzanma var.
Nə vaxt uzanma olacaq? Bir dənə uzanma hadisəsi A-İ'də olacaq. A-İ'də deməli həm A uzanacaq, həm də Y əlavə olunacaq. Digərlərində sadəcə məsələn deyirəm, Ə-İ'ni götürürəm. Ə, Y, Y-ni biraz qoyuq gedir. Ə, Y, İ. Məsələn, sadəcə bu şəkildə olacaq. Yəni hər hansı bir uzanmadan söhbət getməyəcək. Amma A-İ formasında olanda uzanma olacaq. Həm də Y əlavə olunacaq. Deməli budur. Sonra indi başqa burada nə var idi? Başqa sonu A ilə bitən sözlər var. Sonu A ilə bitən sözlərdə əgər yönlük hal şəkilçisi ilə məsələn yəni saitlə başlayan şəkilçi artırılsa, məsələn yönlük hal ola bilər, zaman şəkilçilər ola bilər, fərqi yoxdur. Söz A ilə bitibsə, onun saitlə başlayan şəkilçi artırılırsa, birinci qayda odur ki, Y bitişdiricisi artırılır. Onsuz ki Y bitişdiricisi, bitişdiricilər bilsinizdə onsuz ki N, Y-sı 3 dənə. N, Y-sı 3 dənə bitişdirici samitimiz var. Bunlar da nə vaxt artırılır sözə? Sözdə əgər saitlə bitərsə və sözdə saitlə başlayan şəkilçi artırırsam, bu 3 bitişdiricidən biri artırılır sözə. Nəsə, deyək ki, söz A ilə bitəndə ona saitlə başlayan şəkilçi artırsam, söz kökündəki bu A-ə çevrilir I-ya. Necə? Məsələn, yaşayır sözü olacaq yaşayır formasında. Babaya sözü olacaq babaya formasında. Yəni, sözün kökündəki, əgər fikir versəz görərsiniz ki, sözün kökündəki A heç nə I-ya. Amma indi bu başqa formada. A-dırsa, məsələn, I-ya keçəcək. Ə-dirsə, İ-yə keçəcək. Məsələn, işləyim sözü işləyim formasında olacaq. İ-yə keçəcək. Açıq saytı, qapalı saytə keçəcək. Sonra I və Ü saytı. Bu iki sayt heç vaxt uzanmaz. Amma digər bütün saytların uzanma prosesi gözlənilir. Sadəcə mən üfüqi sözü var ki, üfüqi sözü bura istisnadır. Üfüqi sözündə üfüqi ikinci Ü uzanır. Yazıb göstərəm. Üfüqi sözünü tələffüz eləsəm əgər mən, üfüqi sözünün tələffüzündə olacaq üfü, bu uzun tələffüz olunacaq gi. Yəni ikinci i uzun tələffüz olunacaq və qoşa nöqtə işarəsindən istifadə olunacaq. Digərlərində amma mən I və Ü-nün uzun tələffüzünü görə bilmərəm. Sonra A və Ə arasında deyir ki, bayaq nə dedik? Bunlardan başqa digər heç birində bir dəyişiklik olmayacaq. Sadəcə bir dənə A-Ə var ki, A-Ə hərf birləşməsində. A uzun tələffüz olunacaq. Digər, indi müxtəlif səsləri ümumiləşdirəcəm. Məsələn, bəraət sözünü götürək. Bəraət sözündə A-Ə qoşalığı var, görürsünüz. Bu Ə-yə oxşamadı, nəsə. A-Ə qoşalığı var. Burada A uzun tələffüz olunacaq. Və yaxud da şücaət sözü olsun. A uzun tələffüz olunacaq. Qısaca, müxtəlif eyni cinslərdən biri düşür, digəri uzun tələffüz olunur, ikincisi düşür, birincisi uzun tələffüz olunur. Müxtəlif cinslərdə bu deməli bunlardan başqa, bunlarda Y əlavə olunacaq, A-İ'də həm Y əlavə olunacaq, həm uzun tələffüz olunacaq. A və Ə-də isə sadəcə uzun tələffüz olunacaq. İndi gəlir kəmiyyət və keyfiyyət fərqi. Nədir kəmiyyət fərqi, nədir keyfiyyət fərqi? Kəmiyyət fərqi odur ki, rəqəm olsun, rəqəm sayı dəyişsin. Məsələn, 3 dənə söz yaz. Kəmiyyət fərqi odur ki, rəqəm dəyişsin. Yəni, məsələn, saat sözündə nə dedik? Bir düşəcək də, düzdür. Nə olacaq? 3 dənə hərf idi, əslində 4 dənə hərf idi, olacaq 3 səs. Deməli, kəmiyyət fərqi var burada, rəqəm dəyişib. Yəni,
keyfiyyət fərqi nədir? Keyfiyyət fərqi odur ki, tərkibindəki saitin özü dəyişsin. Məsələn, samit dəyişsin, amma düşməsin də, düşmə prosesi olmasın və yaxud da azalma, çoxalma olmasın. Sadəcə səsin özü dəyişsin. Məsələn, dastan sözü necə tələffüz olunacaq? Dastan formasında. T keçəcək D-ya. Düzdür? Deməli, burada keyfiyyət fərqi var. İndi sizə deyə bilər ki, həm keyfiyyət, həm kəmiyyət fərqi olsun. Bir də deyə bilər ki, nə keyfiyyət fərqi olsun, nə də kəmiyyət fərqi olsun. Məsələn, film sözündə nə keyfiyyət fərqi var, nə də kəmiyyət. Niyə? Çünki olduğu kimi tələffüz olunur. Amma məsələn, bəzi sözlər ola bilər ki, sözdə həm səs düşümü və yaxud da səs artımı ola bilər, həm səsin dəyişməsi ola bilər. Onda deyəsiniz ki, rahatlıqla həm kəmiyyət fərqi var, həm keyfiyyət fərqi var. Sonra bir də nə deyəcəkdim burada? Məsələn, uzanma keyfiyyət və kəmiyyət fərqini gətirib çıxarmış. Məsələn, bəhanə sözündə A uzun tələffüz olunacaq. A-nın uzun tələffüzünü görəcəm. Amma mən bu sözə deyə bilmərəm ki, burada hər hansı bir keyfiyyət və ya da kəmiyyət fərqi var. Heç nə deyə bilmərəm. Uzanma fərq yaratmır, yəni. Bu nə deməkdir? İndi məntiqi nədir? Məsələn, səs dəyişir və yaxud da səs düşür, səs artır. Bu nəyəsə bir dəyişməsidir də. Amma uzanmada mən hər hansı bir dəyişməni görmürəm, amma bu sadəcə tələffüzdə olan bir şeydir. Yəni tələffüz edirsən, bitir də, yəni yazılışda öz əksini tapmır. Heç yazılışda əksini tapmasa belə bir fərq olmur da çox da. Amma məsələn, bu sözlərdə fərq var. Məsələn, bu iki sözdə hiss edirsən ki, səsin biri düşüb, ya səs dəyişib. Amma burada uzanma var və uzanma bir dəyişimə gətirib çıxartmır. Yəni uzanma bir dəyişim demək deyil. Uzanmanı tapmanın bir yolu nədir? Məsələn, uzanmanı tapmaq üçün hər saiti uzun tələffüz eləməlisən. Uzun tələffüz eləyirsən, əgər bir fərq görünürsə, bir fərq tərəf hiss edirsənsə, yəni deməli həmin orada uzanma var. Məsələn deyirəm, məsələn hansı sözü götürək? Məsələn, şücaət sözünü götürək. Şücaət sözündə şücaət, məsələn, A-nı uzada bilirəm də rahat. Deməli, uzanma oradadır. Sonra bir də onun A kimi tələffüzü məsələsi də var. O nə vaxt A kimi tələffüz olunur? O vurğusuz qalmağı xoşlamayan bir səsdir. Yəni o nə vaxt tək olsa, vurğusuz olsa, onda A-ya keçir. Məsələn, motor sözündə vurğu ikinci hecadadır. Şimdi vurğu sizə lazım deyil. Sadəcə vurğu nədir? Vurğu bir hecanın digərinə nisbətən daha qüvvətlə deyilməz. Amma sizə lazım deyil, yəni vurğu yoxdur sizdə. Məsələn, motor sözündə vurğu ikinci hecadadır. Ona görə birinci hecadakı o tələffüzdə A-ya keçəcək. Yəni ki, o vurğusuz qalarsa əgər, belə deyim, vurğudan solda olan o olar keçəcək A-ya. Vurğunun özünün hansı hecaya düşübsə, hansı onun üstünə düşübsə və yaxud heç onun üstünə düşməyib, başqa bir hecanın üstünə düşüb, amma mənə maraqlı deyil. Mənə maraqlı olan vurğudan soldakılardır. Gəldi indi samitlərə. Samitlərdə deməli ki, qaydalarımız var. Bir qoşa samit məsələsi var. Əgər K, P, P, Q samitləri var ki, bu samitlər, deməli, əgər sözdə olarsa, kökdə olarsa, bunların ikincisi cingiltiliyə keçir. Yəni, ikinci Ç, C-yə keçəcək, ikinci T, D-yə keçəcək, ikinci P, B-yə keçəcək, birinci Q, K-yə keçəcək. O necə bu oldu? Nəsə, birinci Q, K-yə keçəcək. Birinci, ikinci yox. Bunların hamısında ikincidir. Sadəcə bunda birincidir. Birinci Q, K-yə keçəcək. Məsələn, onu yazaq bura. Məsələn, tokka sözü necə olacaq? Tokka formasında. Və yaxud da səkiz sözü səkiz formasında olacaq. Sadəcə bunun hər zaman
Bu ştrifini də qoymağı unutmayın. Deməli, sonra bir dənə qoşa y qaydasımız. Qoşa y qaydası nədir? Qoşa y qaydasına görə əgər qoşa y sözün kökündə olarsa və yaxud da belə də deyə bilərsiniz. Qoşa y-dan əvvəlki hissdə, soldakı hissə əgər bir məna kəsb eləmirsə və yaxud da kökdə gəlibsə, onda qoşa y hər ikisi tərəfli olunacaq. Yox, əgər şəkilçidə gəlibsə, onda y-nın biri tərəfli olunacaq. Məsələn deyirəm. Bir dənə nümunə yazaq. Ədəbiyyat. Bir də məsələn götürək niyyət sözünü. Hər iki sözdə qoşa y var. İndi fərqi nədir? Ədəbiyyat sözündə ədəb sözün kökü var. Ədəb sözümüz var da, düzdür. İyyət burada şəkilçidir. Deməli, burada y-nın biri düşəcək tələffüzdə. Tələffüz formasında. Yazılışda yox, tələffüzdə y-nın biri düşəcək. Amma niyyət sözündə ni sözümüz yox, baxın. Həm də niyyət kökdə, qoşa y kökdə gəlib. Deməli, burada hər ikisi tələffüz olunacaq və mən heç birisini salmayacaq. Amma burada y-nın birini salacaq. Digər bu qoşa samitlərdən başqa, digər bütün samitlər nə samit görsəz, heç birində bir dəyişiklik olmayacaq. Hamısı olduğu üçün tələffüz olunacaq. Yəni qoşa olsa da, yəni qoşalıqdan sonra deyim. Sonra indi müxtəlif cinslərə keçək. İndi keçək müxtəlif cinsi samitlərə. Sözdə əgər sonra s-t, ç-t, m-f-t, v-t, sonra nə var idi? Məsələn, ş-f kimi səslər görsəz əgər, bunların tələffüz zamanı ikincisi dəyişir. İndi deyim hamısına baxaq nümunələrini. Məsələn, kəşfiyyat sözündə görürsünüz ş-f qoşalığı var. Düzdür? Ş-f qoşalığı varsa, ikincisi v-yə keçəcək. Yəni ki, ikincisi dəyişilir, öz qarşılığına keçir. Məsələn, v-nın qarşılığında v. Düzdür? Deməli olacaq kəşfiyyat formasında. Tələffüz forması. Y-nın birini düşəcək. Niyə düşəcək? Çünki şəkilçilərdir. Kəşf sözümüz var axı. Sonra məsələn, bir də bu demək yadımdan çıxdı. Bir də v-t var. Bunların hamısında ikinci dəyişəcək. Bunların hamısında. Amma v-t-da birinci dəyişəcək. Məsələn deyirəm. Avtomobil sözündə v-t qoşalığı var görürsünüz. V-t qoşalığı var və v birincisi, yəni birincisi qarşılığına keçəcək. V-t forması. Tamamilə avtomobil t-nı d-yə keçməyəcəm, yəni. Avtomobil birincisini dəyişəcəm. Amma bunlarda hansını görsəm, hansı qoşanı görsəm, ikincisini dəyişəcəm. Amma ortada olarsa ikincisi dəyişir. Bu sözün ortasında gəlməsinə aiddir. İndi ola bilər ki, sözün sonunda gəlsin. Və sözün sonunda gəlsə nə edəcəm? Sözün sonunda gələrsə ikincisini atacam, gedəcək. Dəyişim zad olmayacaq. Sadəcə ikincisini atacam. Məsələn, vaxt sözünü götürək. Məsələn, bunun tələffüz olunacaq, vaxt formasında olacaq. Və yaxud da neft olacaq, neft. Və yaxud da dost olacaq, dost formasında. Belə. Bundan başqa. Bəzi şəkilçilər var, həmin şəkilçilərin tələffüzünə baxaq. Kardır, keşdir, pas şəkilçiləri. Bu şəkilçilər olduğu kimi tələffüz olunur. Məsələn, bu kimi şəkilçilər var da, bəzi. Kardır, keşdir, sonra pasdır. Bunlar olduğu kimi tələffüz olunacaq. Bunlarda heç bir fərq olmayacaq. Tələffüz zamanı, məsələn, zəhmətkeş deyə bilmərəm. Yəni, zəhmətkeş formasında. Zülümkar
zülmkar deyə bilmərəm. Zülmkar formasında olacaq. Amma bir dənə şey şəklisidir ki, kənd şəklisidir ki, tələffüzdə gən formada olacaq. Məsələn, dürüşkən sözü olacaq dürüşgən formasında. Yəni bir dənə bu dəyişəcək. Kən, gən formasında olacaq. Qalanlarında amma eyni formada heç bir dəyişiklik olmayacaq. Sonra başqa nə qaldı? Hə, bu samit məsələsini qoyduq qırağa. İndi qoyduq qırağa deyəndə, yəni bəzi məsələləri qoyduq qırağa. BCDC qaydası var Azərbaycan dilində. Nədir bu qayda? BCDC qaydasına görə deməli, bu şəkildə neydə sayılır? Bu samitlər sözün sonunda gələrsə müəyyən bir dəyişikliklər olur. Keçək öz qarşılığına. B-nin qarşılığı, ümidvaram bulan qarşılıqlarını bilirsiniz. B-P-yə, Z-Ç-yə, Z-K-yə, C-dakı K-yə keçir. Qarşılıqlarını keçir. İndi bu necədir? Sözün əgər minimum 2 hecası varsa və yaxud da 2 hecası yoxdur. Deyək ki, sözün sonunda 2 dənə samit gəlir. Məsələn, qənd sözü. Çok qəşəng xəttimlə yazıram. Məsələn, qənd sözü, kənd sözü və s. Sonunda 2 dənə samit vardır. Düzdür. 1 hecalıdır, amma 2 samit var. Deməli, götürəcəm. Bir də minimum 2 hecalı sözlər. Məsələn, kitab sözü. Kitab. Əzab çəkim. Kitab. Aha. Deməli, bunlarda sondakı samit dəyişəcək. İndi nə vaxt dəyişəcək, nə vaxt dəyişməyəcək. Ona da toxunum. Ondan sonra nümunəni göstərək. Belə ki, ben bunu yazım. Sözdə əgər saitlə başlayın. Bir də əgər sözdə saitlə başlayın, onu da yazın. Tək formada. Əgər sözdə saitlə başlayan şəkilçi artırarsan, məsələn, kitabın, nə oldu? Dəyişmədi, düzdür, deməli dəyişməyəcək. Samitlə başlayan şəkilçi artırsan, məsələn, kitabdan, dəyişdi də, düzdür, kitabdan formasında olur. Tək formada da kitab. Deməli, samitlə başlayan şəkilçi artırsan, bir də tək formada olsa, məsələn, tək formada yazaq, kitab formasında olacaq. Sonra samitlə başlayan şəkilçi artırsan, kitabdan formasında olacaq. Amma samitlə başlayan şəkilçi artırsan, kitabın formasında olacaq. Yəni, qısaca, əgər sözdə saitlə başlayan şəkilçi artırsan, dəyişməyəcək söz, samitlə başlayan şəkilçi artırsan, dəyişəcək, bir də tək formada olsa dəyişəcək. Bu qədər. Sonra sonra q və k ilə bitən sözlər var. İndi onlara bir dənə toxunaq. Ondan sonra digər qaydalara baxarıq. Sonra q ilə bitən sözlərdə deməli 2 forma var. Deməli, ya sözün sonunda x kimi tələffüz olunacaq. Ya da sözün sonunda k kimi tələffüz olunacaq. Yəni üstündə eşitliklə. Ya k ilə tələffüz olunacaq, ya da x ilə tələffüz olunacaq. İndi necə biləcəm mən onu? Quyruq sözü, sonra yarpaq sözü, burada nə? Şəfək sözünü yazaq bir də. Şəfək sözləri. İndi bunlarda mən nə biləcəm ki, bu q'dır, yoxsa k kimi tələffüz olunacaq. Qoruq sözünü normal tələffüz edirəm. Qoruq. Necə tələffüz edirəm? X kimi də düzdür. Qoruq deyə bilmirəm ki. Qoruq deyə bilirəmsə deməli k-dır. Amma deyə bilmədiyimə görə deməli sondakı x-dır. Yarpaq deyirəm, yarpaq demirəm. Yarpaq formasında x-dır. Amma şəfəq deyə bilmirəm ki. Şəfəq sözümüz var, yox. Deməli şəfəq sözündə k kimi tələffüz olunacaq. Sözün sonu q ilə bitəndə o heç vaxt q ilə tələffüz oluna bilməz. Ya k ilə tələffüz olunmalıdır,
ya da x ilə tələffüz olunmalıdır. İki formadan biridir. Əgər mən bu tipdə olan sözlərə samitlə başlayan şəkil çatdırsam, məsələn, qoruqdan tələffüzü x ilə olanı artırdım, görürsünüz. Tələffüzü elə olduğu kimi qalır. Olduğu kimi deyəndə, yəni qoruqdan da x şəklində olur. Amma əgər mən tələffüzü x ilə olan sözü saitdən başlayan şəkil çatdırsam, məsələn, qoruqun şəklində yazılır. Qoruğun bunun yazılışı da dəyişəcək, tələffüzü də dəyişəcək. X ilə yazılırsa, x ilə də tələffüz edəcək. Amma əgər mən onu samitdən başlayan şəkil çatdırsam və tək formada olarsa, onda x kimi qalacaq. Yenə deyirəm. Sözün sonunda gələn q ya x kimi tələffüz olunur, ya k kimi tələffüz olunur. Əgər x kimi tələffüz olunanlarda fikir verirsiniz, x kimi tələffüz olunur. X kimi tələffüz olunan tək formada x kimi olacaq. Samitlə başlayan şəkil çatdırsam yenə x kimi olacaq. Saitlə başlayan şəkil çatdırsam x-yə keçəcək. Daha sonra əgər k ilə başlayan sözdürsə, k ilə başlayan sözü də indi artırım, ona da baxaq. Məsələn, şəfəqin, bir də şəfəqdən. Bunların hər ikisinin tələffüz formasına baxaq. Şəfəqin sözü olduğu kimi də tələffüz olunacaq. Şəfəqin formasında olacaq. Yazılışındakı kimi tələffüz olunacaq. Bir dəyişmir. Şəfəqin demirəm ki, şəfəqin deyirəm. Mən düzdür, q ilə deyirəm. İndi şəfəqdən sözündə isə şəfəqdən. Şəfəqdən demirəm ki, şəfəqdən deyirəm. Deməli, k kimi tələffüz olunacaq. Eyni qayda yuxarıdakı ilə eynidir. Əgər söz k ilə tələffüz olunursa, tək formada da k olacaq. Saitlə başlayan, daha doğrusu samitlə başlayan şəkil çatdırsam da k olacaq. Amma saitlə başlayan şəkil çatdırsam yazılışında necədirsə elə tələffüz olunacaq. Yəni q ilə. Sözün sonunda gələn q sadəcə tək formada q kimi tələffüz olunur. O da sözün sonu k ilə tələffüz olunursa, yəni saitlə başlayan şəkil çatdırsam onda. Yəni başqa formada mən q-nın q kimi tələffüz olunur. Sözün sonunda, ortasına demək. Sözün sonunda q-nın q kimi tələffüz olunur bir forma görmürəm. Sonra q sözün ortasında gəlirsə necə olur? Q sözün ortasında gələrsə, məsələn, 2 dənə yazaq, elə baxaq. Miqyas sözünə baxaq, bir də məqsəd sözlərinə baxaq. Şimdi bunların tələffüzü necə olacaq? Miqyas sözünü gördüyünüz kimi qdan sonra nə gəlib? Cingiltili samit, düzdür. Məqsəd sözündə də kar gəlib. Cingiltili tələb edir, karda kar tələb edir, belə deyim. Daha rahat yazılsın. Miqyas elə miqyas formasında da olacaq. Niyə? Çünki y cingiltili samitdir. Özünün əvvəldə cingiltili samiti tələb edir və q-nın q kimi qalmağını tələb edir. Məqsəd sözündə gördük ki, s kardır. S kardırsa özünün əvvəlki samiti də kar tələb edir. Ona görə q kimi tələb olunacaq. Məqsəd formasında olacaq. Məqsəd formasında. Q'ya keçəcək. Niyə? Çünki s kardır, özünün əvvəlkində kar tələb edir. Ona görə. Sonraki d-nı niyə t elədim? Çünki bayaq BCDG qaydasında demişdim. Söz 2 hecalıdır. Sonraki d t-yə keçir. Sonra başqa nə var idi burada? Deməli, başqa dır şəkilsi, dır xəbərli şəkilsi hər zaman üçüncü şəxsin təkinə artırılır da. Xəbərli şəkilsi deyirəm, amma başqa bir şəkilsi. İcbar növündən demirəm. Çünki dır şəkilsi icbar növündən də amonimlik təşkil edir. Xəbərli şəkilsi olanda, yəni adların üstünə artırılanda sondakı r düşəcək tələffüzdə. Məsələn, yaşlıdır olacaq, yaşlıdır şəklində tələffüz olunacaq. Sonra lalə şəkilsi qoşma olan zərf, qoşma da ola bilər, bağlayıcı da ola bilər, zərflərdən şəkilsi də ola bilər. İndi bəzən ola bilər ki, məsələn, cəsarətlə bitişik yazılan formaları var, olar. Bitişik yazılan formaları nan kimi tələffüz olunacaq. Məsələn, mən qələmlə yazmışam.
Necə tələffüz olunacaq? Qələmlə şəklində olacaq. Və yaxud da cəsarətlə döyüşür. Necə olacaq? Cəsarətlə formasında olacaq. Burada zərf deyil. Buradan mı qoşmadı? Sonra başqa nə var idi burada? Bəzi samit qoşalıqlar var ki, onlarda da dəyişim olur. Məsələn, n-lı, sonra s-lı, sonra z-lı idi, ş-lı idi, sonra n-m, bir də n-b. Aha. Bunlarda nə dəyişikliyi olur deməli? Bunlarda bu samit qoşalıqlarında l-lar d-yə keçir. L elə bir səsdir ki, çox tez dəyişən bir səsdir. Yəni hər formada dəyişə bilər. L dəyişib d-yə keçir. Sonra buradakı n-lar isə dəyişib m olur. N-lar m olur, l-lar da d olur. Məsələn, həmişə d olmayacaq. Yazıb baxasıq da. Yazım bilin ki. Məsələn, qazlı sözü necə tələffüz olunacaq? Qazdı formasında. Yəni qazlı su qazdı. Səsli səsli, canlı, bir də canlı sözündə n-lıda onu demədim bayaq. N-lıda d-yə keçmir. N-yə keçir l. Məsələn, canlı sözü. Canlı sözündə canlı formasında tələffüz olunacaq. Sonra z-lıda eyni zamanda d-yə keçəcək, qazda olacaq. Ş-lıda məsələn d-yə keçəcək, qaşdı formasında olacaq. Sadəcə bu n-lıda bir dənə n-yə keçəcək. Bu qalan üçündə d-yə keçəcək. Bunda sadəcə n formasında olacaq. Bunlarda da m-yə keçəcək. Məsələn, yazaq. Şənbə sözündə məsələn necə olacaq? Şənbə formasında olacaq. Yəni n-yə keçəcək, qısaca belə deyək. Sonra başqa nə var idi burada? Sonra kö ilə bitən sözlər. Sonra kö ilə bitən sözlərdə deməli 2 dənə form var. Ya xışdırıqla tələffüz olunacaq. Ya da ki, k-nın özü ilə, yəni olduğu kimi tələffüz olunacaq. İndi xışdırıq bilirsiniz də i hissəsini verir. Məsələn, çiçək, böcək və s. K-dakı özünüz bilirsiniz, normal k, məsələn, kəpənəkdəki k. İndi sonra k ilə bitən sözləri dedik 2 formadadır. İndi məsələn yazaq onları. Böcək sözünü yazaq. Necə tələffüz olunacaq böcək? Böcək formasında xışdırıqla. Bir də məsələn tək sözünü yazaq. Tək sözündə də ki, olduğu kimi tək formasında tələffüz olunacaq. İndi böcək sözündə sondakı xışdırıqdır da, düzdür. Tək formu bayaq yazdığım kimi. Saitlə başlayan sözü atırsam. Məsələn, bu yuxarıdakına saitlə başlayan sözü atıram. Məsələn, böcəyin. Tələffüzdə necə olacaq? Yenə də böcəyin formasında. İndi samitlə başlayan sözü atıram. Böcəkdən. Tələffüzü necə olacaq? Böcəkdən. İndi onu bir də izah edeyim. Sonra keçim o birisi. Aha. Bayaq qını izah edəndə nə demişdik? Sözə adi formasında xışdırıq olacaq. Samitlə başlayan artırsam yenə tələffüzdə xışdırıq olacaq. Amma əgər sözü saitlə başlayan şəklə çatdırsam, onda buradakı k keçəcək y-ya. Sadəcə xışdırıq olanda mən heç bir tək sözünə toxunmuram. K kimi tələffüz oluna toxunmuram heç. Sadəcə xışdırıqdan danışıram. Tək formada və samitlə başlayan artırsam, xışdırıq formasında, tək formasında da y-ya keçəcək. Böyle. Sonra
Başka ne var idi burada? Ç formasında olanda da heç nə olduğu kimi də, yəni heç bir dəyişiklik olmur. Bir də sözün sonunda ortasında əsaslı gəlmək məsələsi var samitin. Ç samitinin. Məsələn, təşkil sözü necə tərcümə olunacaq? Təşkil formasında və yaxud da ötkəm sözü ötkəm formasında tərcümə olunacaq. Qısaca bayaq qayda demişdim. Dəqiq tapılmalı. Aha, bak burada gördüğünüz qayda var. İkincisi kişi olanlar. Yəni eyni də əslində o təkrar eləmək kimi eləmək istəmirdim. Sadəcə burada da demək lazımdır. Yəni eyni qaydada həminki kimi gəlib deyə göyə seçildi. Yəni kişi sözün ortasında olanda da göyə gedir. Belə. Sonra dedik başqa saytlarda, bayaq saytlara danışanı dedik burada. Yəni müxtəlif saytlarda daha doğrusu danışanı dedik ki, hansı saytlarda olur, hansı saytlarda olmur. Yəni qısaca digər saytlarda olmayacaqdır. Bayaq adlarını çəkdiklərindən başqa digərlərində heç bir fərq olmayacaqdır. Məsələn, müəllim sözüdür, olduğu kimi tələffüz olunmalı və yaxud da dovğa sözüdür. Dovğa sözüdür məsələn. Sonra müasir sözüdür. Sonra səadət sözüdür və s. Olduğu kimi tələffüz olunması heç bir fərq olmayacaq bu sözlərdə. Sonra bir də nə deyəcəkdim? Bəzi sözlər var ki, məsələn, hökm, tək hecalı sözlər, qoşa samitlə bitən tək hecalı sözlər. Hökmdür, zülümdür, üzürdür və s. sözlər var. Mən bunlara samitlə başlayan şəkil çarpırsam, məsələn, burada nümunə yazaq. Üzürlü formasında yazılacaq, samitlə başlayan şəkil çarpılır. Görürsünüz. Üzürlü formasında da deyiləcək tələffüzü. Bunun səbəbi var. Səbəbi niyədir? Görürsünüz ki, 3 dənə samit sözün yanaşı gəlir. Ona görə bir dənə saytı atılır ki, dilə rahat olsun. Məsələn, zülümkar formasında olacaq. Məsələn, zülümkar formasında tələffüz olunacaq. Tələffüzün də olacaq. Yazılışı olduğu kimi tələffüzü budur. Bugün yazılışını yazın. Bu şəkildə yazılır. Bu şəkildə deyiləcək. Niyəsini bayaq dedim, yenə deyirəm. 3 dənə samit var deyə Azərbaycan dilində də ümumiyyətlə samitlərin çox qoşallığına rast gəlinmir deyə Azərbaycan dilində qayda qanuna uyğun deyil. Bu sözlər də onsuz ki, alma sözlərdir. Ona görə tələffüz zamanı bura bir dənə ü artırılır ki, bu 3 dənə samit dilə yumşaq gəlsin ən azından. Sonra bir də fonetik təhlildə nəyə fikir verməlisiniz? Fonetik təhlildə bəzi şeylər var ki, yazılışa görə aparılır. Bəzi şeylər var ki, tələffüzə görə aparılır. Bəzi şeylər var ki, yazılışa görə aparılır. Bəzi şeylər var ki, tələffüzə görə aparılır. Nə biləcəm mən, hansı yazılışa, hansı tələffüzə görə aparılır. Deməli, bunun açıqlamasını verin. Bunlar yazılışa görə aparılır. Nədir bu? Vurğudur. Ahenk qanunudur. Hecadır. Bir də məsələn sizə desə ki, müəyyən bir hərf var. Məsələn, U hərfi var, və yaxud da D hərfi var, V hərfi var. Bunu yazılışa görə aparasınız. Qalan hamısı nə varsa, bunlardan başqa. Nə varsa hamısını tələffüzə görə aparasınız. Nə bilim, sözdə filan səs var. Nə bilim, səs dəyişib, səs uzanıb, neyini? Bunların hamısını tələffüzə görə aparasınız. Amma bunlar da vurğudur, ahəngdir, hecadır. Bir də hərf deyirsə, hərfi yazılışa görə aparasınız. Qalan hamısını tələffüzə görə aparasınız. Vurğu bilirsiniz, bayaq dedim, yəni deyirəm, bir hecanı digərlərinə nisbətən daha uzun tələffüzü, ahəng qanunu, sözdə qalın və incə səhvlərin bir-birini izləməsi, heca sözün rahat bölünə bilən hissəsi, məsələn, nə deyim? Məsələn, ailə sözünün tələffüzü nədir? A uzanır. İylə formasında. Mən bu tələffüz lazım deyil, sadəcə ümumiyyətlə yazdım. Hecayı necə böləm? A
ilər formasında bölürəm hecaya. Yəni heca sözün asanlıqla bölünə bilən hissəsini deyilir. Qoşu nöqtəsində qoyaq bir şey olmaz. Niye qoşu nöqtə qoydum? Niye y artırdım? Çünkü AI var ona göre. Yukarıda demiştim ki AI olanda hem y olarak olunur hem de uzun telaffuz olunur. Başka da ki bence hiçbir şey kalmadı. Başka da bir şey kalmadı. Sadece bəzi sualların izahlarına da baxarıq. Ondan əvvəl bir-iki dənə söz yazıb onların tələffüzünə baxaq. Məsələn, ədəd sözü necə tələffüz olunacaq? Ədəd formasında. Niyə? Çünki sondakı d, BCDC qaydasına görə demişdik ki, sondakı d əgər iki hecalıdırsa və yaxud da sözün sonunda iki dənə samit varsa t formasında olur. Burada da həmçinin t-yi keçəcək. Yəni sonra məsələn, dost sözü. Necə tələffüz olunacaq? Dost formasında bayaq demişdik, s-t varsa sondakı t düşür. Sonra məsələn, pələng sözünü yox. Aslında hamısını sizə keçmişəm. Yanınıza gəlməlidir məncə. Necə olacaq? Pələng formasında sözün sonunda c var. Ç-ya, ç formasında tələffüz olunacaq. Amma əgər mən buna saitlə başlayan şəkil çarpırsam, pələngin c formasında qalacaq. Amma samitlə başlayan şəkil çarpırsam, pələngdən olacaq. Tələffüzü yazışdan getmiş söhbət bunlar, tələffüz forması. Belə, indi birazdan bəzi sözlərin tələffüzlərinə də baxarıq. Bir də c-nin kimi tələffüzü var, onu demədim. Yəni, kərpic sözü, kərpic bu şəkildədir. BCDC qaydasını demişdim, yenə deyirəm. Kərpic bu şəkildədir. Necə tələffüz olunacaq? Kərpic forması. Belə. İndi birazdan o bir testlərdə baxaq. Bir də nə yanından çıxar? Bayaq demişdik ki, oraya girdim, izah edeyim. Bayaq demişdik ki, qoşa A olanda qoşa A olanda demişdik ki, həmişə sözü biri düşür, diğeri uzun tələffüz olunur. Amma bu dəyişir. Bəzi sözlər var ki, məsələn, an sözüdür. Məsələn, ad sözüdür. Bu sözlərdə ümumiyyətlə ha işimizlərlə olan bəzi sözlər var da. Bunlarda heç bir sait düşümü olmayacaq. Yəni, mən burada deyə bilmərəm ki, A-nın biri düşüb, o biri uzansın. Yox. Yazılışı bu cürdə, tələffüzü də bu cür olacaq. Yəni, qoşa sait olduğu kimi də tələffüz olunacaq. Mən burada deyə bilmərəm, yəni olur deyə. Bəzi sözlər var, onu da deyim. Onu da yazım, onu da deyək sonra. Feilləri artıq, müqavilə şəkilçisi ümumiyyətlə tələffüzdə dəyişən bir şəkilçidir. Məsələn, qızlar, qızlar formasına tələffüz olunur. Amma feili artıqlarsa o şəkilçi. Onda heç bir dəyişiklik olmayacaq. Olduğu kimi də tələffüz olunacaq. Sonra A saiti 3 formada tələffüz oluna bilər. Bir A formasında, sonra bir I formasında, bir də O formasına tələffüz oluna bilər. Sonra bir də həm möhtərəm, sonra möhtəşəm, hansı üzüdür? İhtiram idi səhv eləmirəmsə. Bu sözlərdə D-yə keçmə olmayacaq. Olduğu kimi də tələffüz olunacaq. Möhtəşəm deyə bilmərəm, möhtərəm deyə bilmərəm. Olduğu kimi də tələffüz olunacaq bu sözlər. Bir də ehtimal sözü də daxildir. Bura ehtimal sözü də həmçinin. Deməli, bir də deyək ki, qırmızı qələmlik. Bir də deyək ki, yazıcı və deyiş baxımından fərqli sözü müəyyənləşdirin. Deməli, kampaniya sözündə nə olur? A-ya keçir, bir dəyişiklik var. Qaynata sözündə I düşür, bir dəyişiklik var. Bəzək sözündə xışdırfə keçir. Burada da bir dəyişiklik var. Saxta sözündə T-D-yə keçir. Burada da bir dənə dəyişiklik var.
Satirik sözündə heç bir dəyişiklik yoxdur. Ona görə olacaq A, E variantı. Satirik. Dəyişiklik yoxdur, E variantı. Amma digərlərinin bir dəyişikliyi yoxdur. Yanlış fikirləri müəyyənləşdirin. Atlas sözünün son səsi özünün çay qarşılığı ilə əvəz edilərsə, atlas formasında olarsa, nə deyilir burada? Fikirlər tap. Deməli, atlas sözü parça mənasını verir. Atlas amma xəritə mənasını verir. Xəritə demək. İndi parça mənasında işlənər yox. Dedik axı z özü parça mənasını bildirir. S-yə keçəndə xəritə mənasını bildirir. Burada da çay qarşılığını dəyişdim. S-yə keçirsəm xəritə mənasını bildirəcək. Biri çıxacaq. Yəni biri daha doğrusu götürəcəm. Yanlışı istəyib. Deyiş və yazılışından fərqlənən söz olur. Yox. Yəni heç bir formada bu söz deyiş və yazılışı fərqlənmir. Ya S formasında ya da S formasında. Tərkibində cingiltili samitlərsə əvvəlkindən fərqlənir. Bəli. Burada z-dır. 2 dənə cingiltili samit var. Amma bunu s-yə keçirsəm bir dənə l cingiltili samit olacaq. Bu düzdür. Yeni qrammatik mənası fərqli olar. Səhv. Qrammatik mənalı demək, yəni hansı nitq səsdir? Atlas sözü nədir? İsimdir. Atlas nədir? Yenə isimdir. Yəni fərqli olmayacaq. Leksik mənası fərqlənir? Bəli, fərqlənəcək. Bu düzdür. 1, 2, 4 E variantı olacaq. Deyiş və yazılış baxımından digərlərindən fərqlənən sözü müəyyənləşdirilir. Aşpaz sözündə atüstü sözü, atletika sözü, aşiqanə sözü, avantüre. Deməli, fərqlənən sözü istəyir məndən. Aşpaz sözü tələffüz dəyişmir, atletika dəyişmir, avantura dəyişmir, aşiqanə dəyişmir, olacaq D variantı. Atüstü sözündə T D-yə keçir. Atüstü formasında ikinci T D-yə keçir. Sonra dördüncü D fərqlənmiş ifadələr sözünü cəmləndikcə tamamlayan. Diləkçilər bir də oxşayan. Deməli, oxşayan sözündə oxşayan da ola bilir. Diləklər sözündə də xışdırıq olacaq. Niyə y olmayacaq? Çünki samitdən başlayan söz gəlir. Nəsə, bir yerdə yazışının fərqli tələffüz məqamı var. Diləklər sözündə düzdür. Bir dənə tələffüz fərqli məqam var deyəndə, yəni k, x, ştirik kimi tələffüz olunur. Onu demək istəyir ki, bir dənə fərqli məqam var da, yəni. Sonra, bir düzdür. 2 samitin qarşılığı yoxdur. 2 samitin qarşılığı var. Burada k-la l samiti işlənib yanaşı, yəni x-la l samiti işlənib yanaşı. Niyə qoşa samit olmasın ki, yəni samit qoşalı olmasın ki? 2 cingiltili samit yanaşı gəlir, 2 cingiltili samit yanaşı gəlir. Bəli, səhvdir. 2 cingiltili yox. K x-ə keçir, l-dakı cingiltilidir. Yəni, əgər y olsaydı, bu düz olardı. Məsələn, y-yə keçmiş olsaydı, saytdan başlayan saytı, heç onda düz olmayacaqdı. Nəsə, bu xışdırıq kardır deyə, l da cingiltilidir deyə, bu səhvdir. Üçbucaqda nə deyir? Kər samitin qarşılığı yoxdur. Kər samitin qarşılığı yoxdur. Oxşayan. Kər samitin cingiltili yoxdur da bu demək. Kər samitin cingiltili. Sözdə demir, ümumiyyətlə deyir. Mən deyirəm, sözdə deyir ki, həmin sözdə yoxdur. Kər samitlərin ikisinin də qarşılığı var. X-nın qarşılığı Q-dır, Ş-nın qarşılığı da ki, şeydir, J-dır. Hər ikisinin qarşılığı var. X-dır da bir dənə qarşılığı olmayan, o da ki, burada yox. Bir dodaqlanan sait var. Bəli, bir dənə U olacaq deyə. Əstəğfurullah. Həm U, həm O olacaq, I yox. Həm U, həm O olacaq. Ona görə şeydir. 2 dənə dodaqlanan var deyə mən bunu götürəcəm. Səhv olur da. Çünki 2 dənə dodaqlanan olacaq. Səhvin altında verilib düz götürəcəm. 1-lə 4-lə 5-i götürəcəm. D variant. Təəssüflə sözünün səs təşkilinə bağlısa. Təəssüflə sözü necə tələffüz olunacaqdır? Ənin bir düşəcək ə. Qoşa nöqtə uzanma olacaq. İnşallah yazırsam 2 dənə s. Təəssüf.
Bir de sonunda L'deki nen formasında olacak. Aha. Şimdi nedir? Karşılığı olmayan iki tane samit var. Düzdür. Karşılığı olmayan iki tane samit var. Mənə səhv istəyir. N'la n iki tane n var. 4 kar. Demək 2 cingiltili var. 1, 2, 3, 4, 1, 2, düz. 2 tane cingiltili, 4 tane de kar var. Dört heyecandan ibarət ahəng qanunu gözlənilmişdir. Ahəng qanunu gözlənir. 1, 2, 3, 4 tane de heyecan var. Bu da düz. Tələffüz yazılışından fərqli 3 məqam var. Tələffüz yazılışından fərqli 1 məqam, 2 məqam, 3 məqam düzdür. 5 də düzdür. Estağfurullah. D də düzdür. Tələffüz zamanı kar samit cingiltili samitə çevrilir. Tələffüz zamanı hər hansı bir kar samit cingiltiliyə çevrilir. L samiti, N samitinə çevrilir. Burada yəni necə deyim? Cingiltinin cingiltiliyə çevrilmə forması vardır. Kar cingiltiliyə çevrilir. Geldi 6'ya. Söz birleşmesinin birinin asıl tarafının samit koşalığı olsa da kar cingiltili samit cüzlüğüne rast gelinmir. Ne değil? Söz birleşmelerinden birinin asıl tarafındaki samit koşalığı olsa da kar cingiltili samit cüzlüğüne rast gelinmiş. Hə. Serbestlik sözünde sığ tığ var. Sığ dıya geçecek. Serbestlik formasında olacak. Samit sığ karlı dı cingiltilidir. Kar cingiltili cütlüğü var. Sonra ali riyaziyyatda deməli, riyaziyyat sözünün 2 tane y var. Heç burada ümumiyyətlə aslı tərəfi ali sözündə heç ikinci riyaziyyat sözünə baxmıram. Ali sözündə heç samit qoşalığı yoxdur. Ona görə onu çıxıram başdan. 8-ci sözündə k-nın ikincisi g-yə keçəcək. K-c olacaq. Kar cingiltili samit qoşalığına rast gəlinmiş olacaq. Diqqət sözündə biz k-qı, g-qı keçəcək. Estağfurullah. Kar cingiltili samit qoşalığı olacaq. Hədiyyə sözündə isə hədiyyə sözü ilə hədiyyə formasındadır. Yəni burada 2 dənə qoşa samit var. Deyildiyi kimi samit qoşalığı var. Ama kar cingiltili samit qoşalığı yox. Ama digərlərində məsələn bunda, A-da, B-də öz qarşılığına keçirilir. Kar cingiltili samit qoşalığı olmuş olur yəni. Sonra getdiyim hal sözlərin tələffüzü ilə bağlı uyğunluğu müəyyən edin. Son heyecanın samiti düşür. İkinci heyecanın son samiti düşür. İkinci heyecandaki artıq sayət qapalıya keçir. Bölgəyə sözü kölgüyə şəklində olur. Üyə keçir və açıq sayət qapalı sayətə keçir deməli. Deməli bu A bura aid olacaq. Sonra bərdiyə formasında olur. İyə keçir. B'ni də buraya yazacağım deməli. Sonra güzəştsiz sözünde güzəştsiz formasında olur. Son heyecanın yok. İkinci heyecanın samiti düşmüş olur. Ben Z'ni buraya yazıram. Çünkü bu ikinci yani biz sondan ikinci heyecan bir ikinci heyecanı da ona göre bunu buraya yazmış oldum. Sonra şəhərdir sözündə son heyecanın r'sı düşür. Ona göre E'ni 1'e yazacağım. Sonra igidliği sözünde de hiçbir değişiklik yani değişiklikler olur. Yani bunlara ait bir değişiklik olmuş. İgid T'ye geçir bu. L'daki D'ye geçir. İgidliği formasında olur. Ama bunda da mənə lazımlı bir şey yoktu diye. 1'e olacak E, 2 olacak D, 3 olacak A'nın B, E variantı. Sonra 8. Deməli, biri doğru değil. Yattan sözün değişmə yazışı arasında iki fərqli məqam var. Deməli, qəhtan sözündə tı olacaq. Tələffüzü. Tı tıya keçəcək. Niyə? Çünki sözdə 2 dənə samit qoşalığı vardır. Düzdür. Estağfurullah. Sözün 2 heyecanlıdır. Sonunda daha doğrusu 1 heyecanlıdır. Benim sözün sonunda 2 tane samit qoşalığı var. Samit BCD2 qaydasında da demişdi ya, ya 2 samit olmalıydı ya da sonunda 2 tane samit olmalıydı. Bu 2 samit var deyə mənim tələbimi ödəyir. Deməli bir dənə
Burada bir dənə D T-yə keçəcək də başqa bir dəyişiklik olmayacaq. İki fərqli məqam var deyir, səhvdir. Səhv yazılıb, burada səhv yazılıb deyir, düz. Addım sözünün deyiliş və yazılış arasında fərq yoxdur. Addım sözündə iki dənə D var. Deməli, deyiliş və yazılış arasında fərq var. Niyə fərq var? Estağfurullah. Beynim qaçdı. Qoşa D var. Qoşa D dedi ki, qoşa T dəyişirdi. Amma qoşa D dəyişmirdi. Dəyişənlər hansılarıydı? K, T, P, Q idi də 4 dənə idi. Onlar dəyişirdi. Qoşa D-lar dəyişmirdi. Addım olduğu kimi də olacaq. Düzdür, yəni burada. Şokolad sözündə biri burada düz səhv yazılır. Beynim qarışır. Bu səhvdir, bu düzdür. Belə yazın. Yəni, beynim qarışır. Şokolad sözünün dodaqlanan sait şokolad sözündə dodaqlanan sait yoxdur. Şokolad sözü necə tələffüz olunacaq? Şokolad formasında. Burada A-ya düşür vurub. Ona görə bunlar ikisi də A olur. Buna görə tələffüzə görə düzdür. Yəni A-ya keçir dodaqlanan sait olmur da tələffüzə görə. Sən çünki bu tipdə şey deyirsən, dodaqlanan sait yoxdur, nə açıq sait yoxdur, qapalı sait yoxdur, kar samit yoxdur. O tipli sözlər deyirsən sən onun tələffüzünə baxacaqsan, yazılışına yox. Yazılışına bayaq dediyim kimi qaydada bir vurğu olsa, bir ahəng olsa, bir sonra heca olsa, bir də hərf deyirsən, sən hərfdə baxasan. Qalan bütün formalarda ancaq tələffüzə baxmalısan. Elzamiyyət sözündə iki samitin kar qarşılığı yoxdur. Elzamiyyət sözündə iki samitin kar qarşılığı yoxdur. Nə halde? Bir dənə burada M-nın qarşılığı yoxdur. Qalan hamısının var. Bu səhvdir. Sonra azadlıq sözünün tələffüzündə iki fərqli məqam var. Azadlıq sözünün tələffüzündə D T-yə keçəcək. Azad. Bu bəyazlı. Azad. D T-yə keçəcək. Sonra L D-yə keçəcək. Azadlıq formasında olacaq. Q'dakı X-yə keçəcək. İstən dəyişiklik oldu. 1, 2, 3. 3 dənə dəyişiklik oldu. Demək bu da səhvdir. Yəni burada D variantı səhv olmuş olacaq. Çünki səhvdir, amma düzgün yazılıb deyə. 9-a keçirik. Uyğunluğu müəyyən edin. Tərkibində hər samitçin geriləşir. Yazışın təsir arasında iki fərqlənmə var. Səs düşmə, səs artımı müşahidə olunur. Təəccüblə sözündə bir ə düşür. Təəccüblə bir L-nıya keçir, bir də sonra N olur. Tələffüzün yazılış arasında 3 dənə fərqli məqam var. Həm səs artır, həm də səs düşmə olur. Deməli, A variantını yazacağım. Kəşfiyyat sözündə V-yə keçir, Y-nın biri də düşür. Yazışın iki fərqli məqam var. Bunu B yazacağım. Burada səs düşümü yoxdur deyə, estağfurullah. Səs artımı yoxdur deyə bunu 3 yaza bilmərəm. Qaranlıq sözü, qaranlıq sözündə L-nıya keçəcək, qaranlıq olacaq. Sondakı Q'da nə olur? X olur. Sondakı Q'da X olacaq. Tərkibindəki kar samit cingiltiləşə yox. İki fərqli məqam var. Bunu da C-ni də buraya yaza bilərəm. Sonra müqəddərat sözündə hiç dəyişiklik olmur. Müqəddərat sözündə bu dəyişikliyin heç bir aid deyil. Məşəqqətli sözündə də məşəq olur. Qətdi. Sondakı L-da D-yə keçir. Bunu nəyə yaza bilərəm? Bunu həm E variantını həm 2-yə yaza bilərəm. Həm də yox, elə bir dənə 2-yə yazacağım bunu. İndi 1-ə nəyə yazmalıyıq? Ona baxaq. Bunun B-ni 2-yə yazmayacağım. Aslında 2-yə yaza bilərəm. Sadəcə belə tipdə bir şey qoymaları düzgün deyil. Çünki burada həm 2 dənə fərq var.
Həm də ki, Çar Sami cingitləşib. Aslında bu düzgün bir şey değil. Çünkü ben bunu hem 2 hem 1'e yazabilirim də. Yəni bir qarşılıqlı olmuş olur. İmtahanda bu tipli şeyleri koymurlar yani. Bir de mesela burada elə bir şey olacak ki, elə bir şey koyacaklar ki, burada bir şey olmayacak da. Yani 2 dənə dəyişiklik olmayacak. Yəni bir dənəsini birine yazabilirsin. Mesela burada FV'ye keçəcək. Çar Sami cingitləşir. Həm də qoşa yığ düşür diye. Yığdan biri düşür diye. B'ni hem 2'ye yazabilirim hem 1'e yazabilirim aslında. Neyse. 1'e B, 2'ye C'yi, 3'e A variantı olur E. Sonra 6. Sözün hər ikisi əsasında klassik tanımlayan fikirlərini şimdi mütəfəkkir və niyyətli sözünü qarşılıqlı olmayan samitlə başlayır. Deyir, mütəfəkkir sözündə 2 dənə Q var. Q'nun biri Q olacaq. Mütəfəkkir. Niyyətli sözündə də niyyət sözünə yeni bir düşməyəcək. Çünki sözün özündə niyyətli də niyyətli formasında olacaq. Hər ikisində bir dənə dəyişikliyi var. Eyni samit qoşalığı var. Eyni samit qoşalığı heç birisində yoxdur. Daha doğrusu birincidə var. Ama hər ikisinə aid. Daha doğrusu ikincidə var, amma hər ikisinə aid deyə götürə bilmərəm. Bu qoşa içənin biri güya keçir axı. Ona görə mən eyni samit kimi götürə bilmirəm də onu. Tələffüzə əsasən aparıram axı. Tərkibində yalnız qapalı saytda iştirak edib, tərkibində yalnız qapalı saytda iştirak edən heç birisi yoxdur. Heç birisine aid değil ümumiyyətlə. Dəyişir və yazış arasında fərqli məqam var. Bəli, bunu yaza bilərəm, 3 yaza bilərəm. Çünki ikisində də bir dənə fərqli məqam var. Ahəng qanuna tabedir. Bəli, ikisi də ahəng qanuna tabedir. Bunu da götürə bilərəm. Kar ve cingit, kar cingiti samit cütlüğü var deyir. Burada məsələn dı. Burada çığınan cığdı. Bunu da götürə bilərəm. 3, 4, 5. Şimdi nəzərdə tutmuştum ki, kısa bir video olsun, yarım saatlik bir video olsun. Sırf fonetika belki biraz genişliği, biraz geniş oldu. Diğerlerinde çalıştığım ki, bir kadar uzun olmasın ki hem sizin vaktiniz gitmesin. Hem de ümumi bir tekrar olsun diye. Böyle.